Salam əziz tələbələr, bugün sizlərlə bir dənə VLOOKUP-la bağlı bir misal izahına baxacağıq. Yəni, situasiya nədir? Situasiya budur ki, misal üçün, düşünün ki, sizə bir dənə cədvəl veriblər və cədvəldə belə vəzifələr qeyd olunub. Tapşırırlar ki, get, misal üçün, əsas cədvəldə burada. Bu vəzifələrin içərisində bu vəzifələr varsa, tapsın. Yəni, bunların içində hansı vəzifələr bu vəzifələrin içində var və yaxud da ki, hansılar yoxdur. Bunu tapmağımızı istəyir. Misal üçün, bu bir listə iqtisadçı vəzifəsi var, filan vəzifə var. Deyək, bunların içərisində hansı vəzifə bu əsas cədvəldəki vəzifələrin içərisində yoxdur. Onu tapmağımızı istəyir. Biz onda nə edirik? Götürürük, bura bir dənə yekun yazıram. Yekun özümdən bir dənə başlıq yazıram. Funksiyanın VLOOKUP-la bunu həll edəcəm. Bərabər yazıram, VLOOKUP yazıram. Tab. Girirəm fx-ə. Fx-ə girəndən sonra birinci gəlir lookup value, nəyi axtarsan onu seçsən. Bax, mən seçirəm bunu, iqtisadçını axtarıram. İqtisadçının cavabını axtarıram ki, görəsən burada vəzifə sütununda var, yoxsa yoxdur. Y sütunu seçirəm. Düşürəm aşağıya, call index number. Neçədən yerdə axtardım? Bir dənə. Buraya yazıram 1. Ən aşağıda həmişə 0 yazıram. Enter. Bax, mənə tapır, yekun cavab qaytarır. 2 dəfə belə klik edirəm. Və burada hansındakı vəzifənin adı gəlirsə, deməli bu vəzifələr orada var. Amma NA yazılırsa, deməli o vəzifələr orada yoxdur. Burada bir dənə belə filtr verə bilərsiniz. Ctrl-Shift-E. Burada filtrin içərisində tapa bilərsiniz ki, NA error hardadır? NA. Ən axırda yazılır. OK. Bax, həkimlə müəllim vəzifəsi bu vəzifə sütununda yoxdur. Yəni, cavab olaraq belədir.